Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım. Suala keçməzdən əvvəl uşaqlar belə bir məlumatı sizə xatırlatmaq istəyirdim ki, yay tətili müddətində onlayn şəkildə 5-ci sinifdən 11-ci sinifə kimi yay dərslərimiz təşkil olunur. Dərslər haqqında məlumat əldə etmək istərsəniz, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Şöyle belə bir suala baxalım. Nə deyir burada? Bu vektorla aid olan bir sualdır. Bizə deyir ki, modullar fərqi verilibdir. Skalaya hansı verilib? Bizə cəmi soruşur. Şöyle belə tip misallar verildiyi zaman nə etmemiz lazım? Şöyle biz bu hissəni, məsələn, modulda A açıq B yazıb ki, bizə 6. Gəlin biz buranın kvadratı yüksəldəyim. İnşallah hər tərəfini. Modulda A kvadratı üstə gəlsin modulda B'nin kvadratı çıxılsın 2A vur B bərabər 36 şəklində olacaq. Burada A vur B'nin yerinə də gətirib 7 yazsaq, onda olacaq bizdə A'nın kvadratı üstə gəlsin B'nin kvadratı modulda bərabər 36 üstə gəlinsin 14 şəklində olacaq. Və A kvadratı üstə gəlinsin modulda B'nin kvadratı bərabərdir 50 elədir. Sonra uşaqlar gətirin bizə bu verilən ifadədə modulda A üstə gəl B'ni bir T ilə işarə eləyək. Burada yenə kvadratı yüksəldəyin. Onda olacaq bizdə modulda A'nın kvadratı üstə gəlsin. Modulda B'nin kvadratı üstə gəlsin. 2AB bərabərdir T'nin kvadratına. Burada A kvadratı üstə gəl B kvadratını yenə biz 50 yazsaq. Burada da 2 vurulsun. A vur B'nin yenə də 7 yazdığımız zaman T kvadratı. Buradan da bunları toplasa 14. 50'nin üstüne de 14 geldiğimiz zaman 64. T kvadratı beraber 64 olacak. Onda T de beraberdir. Cevabımız 8. B variantı olacak.